Bismillahirrahmanirrahim. Videoma belə bir sualla başlamaq istəyirəm. Niyə görə Azərbaycanda 1-ci Qarabağ müharibəsində şəhid olan əfqanlılar haqqında xalqa məlumat verilmir? Onların qəbirləri, məzarlarının harda yerləşməsi haqqında xalqa nəsə deyilmir? Və yaxud da ki, 2-ci Qarabağ müharibəsində şəhid olan 18 yaşlı əslən Fələstinli olan Azərbaycan vətəndaşı haqqında Azərbaycan xalqına yetərli qədər məlumat verilmir və tanıtdırılmır. Yalnız və yalnız kiçik bir sayda sosial şəbəkələrdə bu haqqda danışılır. Digər şəhidlərimiz haqqında da eyni ilə öz canlarından keçərək vətən uğrunda şəhid olanlar və digərləri başqa vaxtlarda şəhid olanlar haqqında heç danışılmır. Amma Yəhudi əsilli Albert hər il dönümündə Azərbaycanda təntənəli surətdə anılır, qeyd olunur. Onun adına müxtəlif küçələr, müxtəlif abidələr qoyulub Azərbaycanda, Bakıda və digər rayonlarda. Niyə görə? Fərq nədədir? Bu ayrı-seçkilik nədən irəli gəlir? Niyə görə Azərbaycan xalqının o qədər qəhrəman övladları var ki, onlar haqqında heç bu qədər sənədli filmlər çəkilməyib? Albert haqqında 2 dənə sənədli film çəkilib. Niyə görə? Bir dənə videosu göstərilir hər il Azərbaycan xalqına və o da onun il dönümündə ki, belə bir şəxs olub. Amma biz o qədər qəhrəmanlarımız, o qədər şəhidlərimiz var ki, onlar haqqında elə biz materiallar toplasaq, neçə saatlıq kinolar, filmlər, sənədli filmlər əldə edilər. Heç onlar haqqında danışılmır. Bu qədər onların abidəsi qoyulmayıb. Səbəb nədir bu ayrı-seçkilikdə? Bu Yəhudi sevməklikdə əsas məqsəd nədir? Niyə görə bizim öz Azərbaycanlı və müsəlman şəhidlərimiz bu qədər anılmır? Bu qədər onların il dönümü belə təntənəli surətdə keçirilmir? Və yaxud da ki, onların Bakının mərkəzi rayonlarında adlarına abidə, yekə abidələr və yaxud da ki, küçələr qoyulmur. Nədir bu ayrı-seçkilik? Bu ayrı-seçkiliyin səbəbi nədir? Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.